Kamil, nəhayət gəlib evə çatdıq. Anamın yanına. Qurban olum anama. Əziz tamaşaçılar, Kamil Zeynalının Qəbələdəki evi ilk dəfə bir gün verilişində. Nəhayət gəlib çatdıq. Birinci mən görüşüm, çoxdan görmürəm anamı. Qurban olaram. Yok. Sonum size qurban. Yalçın müəllim. Necəsən? Sağ ol, Allah razı olsun. Gəlin. Sağ ol. Gəlin. Xoş gəlmişsən Yalçın. Xoş günlərə gələk hər zaman. Elə dedim gəlirəm sizə sponsorumuz Elif Electronics'dən gözəl bir tava hədiyyə. İzləyirəm onu, çox xoşuma gəlirdi. Elə deyirdim Allah bizə də nəsib eləsin bundan. Allah razı olsun sizdən, çox gözəl. Qadın üçün ən Görün gözəl, bəyənəcəksiniz, canlı-canlı. qadına ən vacib olan məşqət əşyalardır. Nə gözəl. Baxın, Çox sağ olun. Allah ikili razı olsun. tavadır. Allah razı olsun. Ən gözəl. Nə gözəl, maşallah. Xoş günlərdə Allah razı olsun. İstifadə eləyəsiniz. İnşallah içi dolu olsun. Gələsiniz siz üçün qəşəng bunda biber. İnşallah. Patlıcan biber olması bir şey. Hazırda Elif Electronics'də endirimlər davam edir. Nə gözəl. Əziz tamaşaçılar, siz də o endirimlərdən gedib yararlana bilərsiniz. Elif Electronics yerləşir Sədrəkdə, Şinyat bazarının arxasında. Show biznesin bir çox tanınmış simaları Elif Electronics'in məişət əşyalarına yararlanıblar. Əgər siz də istəyirsinizsə, Elif Electronics'ə təşrif buyura bilərsiniz. Elif Electronics bu sahədə özünə rəqib tanınır. Cəmi 25 manata kondisioner. Bu xəbəri eşidib Öztürk mağazasına gəldim. Burada hər növ kondisionerlərdən başqa televizorlar, soyuducular, paltar yuvanlar, robot restoranlar, bir sözlə evinizə dair hər şey var. İlkin ödənişsiz ayda cəmi 25 manat olan fürsətlərdən yararlanmağa tələsin. Anası Kamil'lə bağlı şok faktın üstünü açdı. Mən inana bilmədim. Mən hönkür-hönkür ağladım. Az sonra. Yenə xoş gəlmisiniz deyirəm. Həmişə mən sizin verilişləri izləyirəm. Çox uğurludur, maşallah olsun. Daimi olsun sizin bu verilişiniz. İnşallah. Buyurun mən sizə bir çay verim. Siz çay hazırlayın, mən də sizə suallar verib. Yaxşı suallar hazırlamışam. Bu günləri Kamillə bir günümüz çox maraqlı olub. Bir neçə məkanlara getmişik. Kamil ötən günlərinə qayıdıb, keçmişinə qayıdıb, təhsil aldığı məktəbə, doğulduğu evə bir neçə məkanlara dəydi və sonunda söylədi ki, neçə vaxt mamamın yanına getmirəm və gedim anama da dəyim. Maraqlıdır bax, Kamili böyütmək. Asan olmadı ki. Ümumiyyətlə, anı üçün evladı tək böyütmək çox çətindir. Şükürlər olsun ki, Kamili düzdür, böyütdüyü çox sağ olsun ki, əziyyətim yerə vurmadı. Şükür bu günə. Kamillə uşaqlığı uşaq olmayıbdı, uşaqlıq olmayıbdı, böyük kimi böyük olmayıb, uşaq kimi uşaq olmayıb.
Yenə şükürlər olsun, öz atalıq özündə görmədiklərini öz balası ilə çıxarır, o hissi, o istəyi öz balası ilə çıxardır. Kamilin çətin günləri çox olub. Bir dəftərimiz olub, bir dəftərə 5 dərsin yazmışam. Özümdə kitab da olmayıb, qonşudan kitab gətirmişəm. Hərəsindən qısa-qısa yazmışam, sonra onları cümlə şəklinə salıb Kamil oxutdurmuşam. Şükür yenə bu günə. Kamilin çantası olmayıb, Kamilin ürəyi istəyən paltar olmayıbdı. Kamil iqruş oynatmadı, Kamil velosiped sürmədi, maşın sürmədi. Şükür bu günə, şükür bu günə ki, indi hər şey var. Çox çətinliklə böyütdüm. Kamilin ac qalan günləri çox oldu, paltarsız qalan günləri çox oldu. Dərsə çıxıb, bildiyi dərsi danışa bilmirdi. Çünki o vaxt indi şükürlər olsun ki, hamı şalvarlar geyinirdi. Amma o vaxt kasıb bilirdilər, pisliyirdilər, tələbələr gülürdülər, uşaqlar, şagirdlər. İndi şükürlər olsun bu günə ki, indi Kamil hər şey var. Hala bax, o çətin günləri yaşamaqda, yəni Kamil çətin günləri yaşamaq. Günahı kimlə görürsünüz? Həyatda, həyatda, günah həyatdadır. Çünki belə həyatda ki, valideynlərimiz birinci, evladın bizim devrimizdə, bizim vaxtımızda evladdan soruşmurdular ki, bəyənirsən, bəyənmirsən, ata keçmə razılıq verir, evlad da razılıq verirdi, gedirdi. Düzdür, indi bəzi məqamlarda bölgündə sözlə qulaq asmaq lazımdır. Talih gətirməyəndə də gətirmir. Evladımız da yenə şükürlər olsun ki, ata evində böyüdü, atam ona çox gözəl baxdı, şükürlər olsun, atam ömrü az oldu, amma az müddətdə də Kamilə sevdirə bildi özün. O bütün yaddaşında qalıb, atamın ona elədiyi yaxşılıqlar hamısı qalıb. Allah hamı, hər kəsə əlimizdən tutanlar, kömək olanlar da Allah hamısına razı olsun. Kamil belə bir açıqlama vermişdi ki, anamla bir yerdə əziyyət çəkdik və günlərin bir günü anam məni də götürdü, Bakıya gəldi. Heç bilmədən biz Bakıya gəlmişik. Biz səhvən minmişik şəhər arası avtobusa minməkdən. Mən Bakı avtobusuna minib Bakıya gəldim. Mən təsəvvür edin, şofer bizdən pul istəyir, mən ağlaya-ağlaya qalmışam. Vallahi heç bilmirəm Bakıya nə gəlib çıxmışam. Şükür bu günə gəldim. Yəni Bakıya gəlişiniz təsadüf oldu. Təsadüf olub. And olsun bir Allahımıza. Şəhər arası vardı. O vaxt İkarusda mən bacım şəhərdə avtovağzalda olur. Oradan çıxdım ki, şəhər arasında hirsli idim, biraz əsəbi idim, biraz evimizdə söz-söhbət vardı. Kamillə əlaqədar, Kamil çox döyülürdü, çox uşaqlarla dolanmırdı, onun üstündə çox döyülürdü, çox danlanırdı. Mən də məsələn götürdüm bacımgildən, evimizə qayıdım təzədən Atöyünə, onda minmişəm səhvən. Gedirəm, uşaq gəlir ki, ana çörək istəyirəm, nəsə istəyirəm, heç necə yadımda deyil. Çünki mən o hissə olmuşam, əsəbdə olmuşam, bilməmişəm. Baxın, Kamil atasız böyüdü. Bəli. Bəs bu illər ərzində çalışmadınız ki, bəs Kamili atası ilə görüşdürün, münasibətlər üstə olsun? Yox, mən yaratdım. Heç vaxt onun atası haqqında mənfi rəy bildirmədim. Bildirirdim, amma Kamil özü rəy verdi. Kamil özü rəy verdi ki, mənsi yoxdur. Çünki Kamil özü əskərlikdən gələndə getdi görüşməyə, onu qəbul etmədi. Ondan artıq Kamil onun üstünə xətt çəkdi ki, mən üçün yoxdur Kamil. Ondan sonra mənim öz atamın adını götürdü, atamın adını ata elədi, öz atalığından onun atasını məhrum elətdirdi. Mənim familiyamı da özünə götürdü. Şükür bu günə. Çünki mənə sürpriz hazırladı, məktəbi qutarı, institutu qutaran vaxtı gətirdi dokumentlərin içərisində onu verəndə mən inana bilmədim. Mən hönkür-hönkür ağladım. Çünki mən heç vaxt ailəmin mənfi cəhətlərini ona danışmamışdım. Heç vaxt. Kimdən eşidirdisə Kamil onun yadında saxlamışdı. Gördüklərini yadında saxlamışdı. Çox çətindir. Kamil bir qarnı az böyüyüb, bir qarnı tox böyüyüb. Birini tapıb, birini tapmayıb. Kamil həmişə ümumiyyətlə mərd olub uşaqlığından da dost yolunda özünü fəda eləyən uşaq idi məktəbdə də. Kimsə eləyərdi, özü götürərdi boynuna. Onun da əziyyətini mən çəkirdim. Yenə Kamili ev vaxtı o hamı bayram eləyərdi, hamı həyətində tonqal, kabab pişirərdi, nə eləyərdi, gələrdi ki, nədir, bizə vermirlər. O mənim üçün ürəyimi yarırdı, çünki mənim evimdə heç nə olmurdu. Yenə bu günə şükürlər olsun. İndi Kamilin hər şeyi var, hər şeyi şükür Allaha. Əldə yetirir hamıya kasıb. Çünki özü kasıbçılıqla böyüdü, kasıbların qədrini bildi. Bəlkə də o tox olsaydı, bəlkə də o görməzdi onu. Yenə
qorusun.